Evi ev eləyəndə, yaraşıqlı, işıqlı, möhtəşəm eləyəndə nə hündür göydələndir, nə bəzəkli villalar, içindəki hovuzlar, qapısında dayanan ən son model maşınlar, cəhcəlalla yaşayıb millətə xor baxanlar. Evi ev eləyəndə, yaraşıqlı, işıqlı, möhtəşəm eləyəndə, halal zəhmətin ilə, alnının tərin ilə tikdiyin öz evindir. Onu işıqlı edən sənin öz ailəndir. Min əzaba qatlaşıb, gecələri yatmayıb, birin tapa biləndə o birini tapmayıb. Amma evlad böyüdüb, düşmənə baş əyməyən salatınlar böyüdüb, Xudayarlar böyüdüb. Bu evdə nə desən var, hüzur var, məhəbbət var, böyük kiçiyə hörmət, iman, əxlaq, vicdan var. Burada Nurani baba, ağbirçək bir nənə var. Burada vətən sevgisi, millət təəssübün çəkən vətənpərvər evlad var. Budur ən böyük sərvət, budur ən böyük dövlət. Gündüzləri çalışıb, gecə başın yastığa, əlini vicdanına çox rahatlıqla qoyub yatanındır xoşbəxtlik. Qapısını açanda balaları üstünə qaçanındır xoşbəxtlik. Ən böyük dövlətindir vətənin dar günündə ona sahib çıxanlar. Bu kiçicik evlərdə, çox şadlı evlərdə vətəninin vurğunu səngərdə şəhid olan həqiqi generalım Polad Həşimov böyüdü. Bu kiçicik evlərdə böyüyən mərd balalar, indi başqa ünvanda uyuyur bu oğullar. Şəhidlər xiyabanı. Bu kiçicik evlərdə qəhrəmanlar böyüdü, mübarizlər böyüdü, Cəbraillar böyüdü. Baxın bu xiyabana, millətə daş atanlar, onu aşarlayanlar, axtarın, bəlkə sizin burada tanışınız var, yaxın qohum əqraba, bəlkə şəhidiniz var. Hərdən baş çəkin bura, bəlkə yatmış vicdanın, millət sevgin oyana. Bəlkə yatmış vicdanın, millət sevgin oyana.